Buraxılışa düşən suallardan biridir. 8-ci suala baxağın. Deməli, birinci mötərizədən kök altında 5-i mötərizə xaricinə çıxardaq. Qalacaq kök altında 2 minus 1. Və buradan isə ikinci mötərizədən isə kök altında 2-ni mötərizə xaricinə çıxartsaq, kök altında 5 üstə gəl 1 qalacaq. Və bunlar olduğu kimi saxlayıram. Kök altında 2 plus 1, kök altında 5 minus 1. İndi baxın, mən bu vuruqla bu vuruğu bir qruplaşdıracağım və bu vuruqla da bu vuruğu. Kök altında 5 vurulsun kök altında 2. Kök altında 2 minus 1, kök altında 2 plus 1. Vur, kök altında 5 minus 1, kök altında 5 plus 1 bərabərdir. Bunların ikisinin hasili olacaq kök altında 10. Vur. Baxın, bu hissə müxtəsər vurma düsturuna əsasən 2-nin kvadratı 2, kök altında 2-nin kvadratı 2, minus 1-in kvadratı və eyni zamanda bu hissədə müxtəsər vurma düsturuna əsasən kök altında 5-in kvadratı 5, 1-in kvadratı da 1, 5 minus 1. Kök altında 10 vurulsun. Birinci mötərizənin içi 1, ikinci mötərizənin içi olacaq 4. Bərabərdir 4 kök altında 10. Cavab B variantı.